Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. U9 Azərbaycan Liqasında Urofun komandası növbəti oyunda çıxır. Komandanın bugünkü rəqibi Diniyev komandasıdır. Hər iki komandaya oyunda uğurlar arzulayırıq. Ümid edirik ki, yaxın dəqiqələrdə çox maraqlı oyun izləyəcəyik. İlk toxunuş Urofun komandasına olacaq. Abbas topu oyuna daxil edəcək. Hakim isə son təlimatlarını verir uşaqlara. Yox. Oyunu Diniyev komandasının oyuncuları başlayır. Məhəmməd Diniyev komandasında topu oyuna daxil edir. Arda topu ələ keçirir. Tamerlan. Məhəmməd Diniyev komandasının ilk hücum cəhdinin qarşısını alır. Məhəmməd, Tamerlan. Hakim onu saxlayır. Ardadır bu. Arda'ya qarşı Şovudluq. Hakim cərimə zərbəsi təyin edir. Arda Yusif rəqib komandadan irəliləməyə çalışırdı. Rəqibin 22 nömrə oyuncusu topa çata bilmədi. Qapıdan Tuncay topu oyuna daxil edir. Məhəmmədin oynayır. Məhəmməd topu itirir. Urofun komandasının qapısına doğru cərimə zərbəsi təyin olunur. Qapıya birbaşa zərbə olacaq. 99 nömrəli oyuncu yox, alınmadı. Arda'ya qarşı Şovudluq. Hakim oyunu dayandırır. Abbas topu ələ keçirir. Abbas'a qarşı Şovudluq. Diniyev komandasının oyuncuları çox çobud oynayırlar bu dəqiqələrdə. Abbas cərimə zərbəsini yerinə yetirir. Qapıya doğru zərbə. Abbas, Tamerlan, Arda. Tuncay çox riskli oynadı burada. Yusif irəliləyir rəqib komandasından. Hakim oyunu dayandırır. Fuat topu oyuna daxil edəcək. İbrahim. Elmin. Tamerlan zərbənin qarşısını alır.
Tamerlan topu ele getirir. Tamerlan. Hakim ise oyunu dayandırır. Aslında hakim oyunu dayandırmamalıydı. Çünkü top Rofum komandasındaydı ve irəliyirdilər, hücumdaydılar. Təəssüf ki, belə səhvləri biz hakimlərimizdən görürük. Uşaqların U9 liqasında. Out. Rofum komandasıydı. Fuat çok yaxşı oynadı. Burada Ardayal oynadı. Zərbənin qarşısını aldı. Tamerlan. Orada. Arkaya gelme. Arkaya gelme. Out Rofum'du Fuat. Top geride ötürme verdi Fuat. Yine Yusuf ilerlemek istiyor. Rakip komandasından ve Fuat onun karşısına alır. Arda top ele geçirir Arda. Elmin. Müdafiədə çok yaxşı oynuyor rakip komandasından. Abbas. Out. Emir. Tuncay. Hakim bildirir ki irəliyə doğru yalnız yer ötürməsiyle oynamaq lazımdır. Tuncay Məhəmmədlə oynayır. Rəqibin oyuncuları bir-birinə düşdülər. Top oyunu tərk etmişler. Top oyunu terk etmiş. Bəli, uşaqlar narazı edirlər, etiraz edirlər, amma burada hakim doğru qərar vermişdi. Çünki top çıxmışdı. Tamerlan. Abbas. Yusuf. Rakip komandadan. Yusuf'tan Zahidə yaxşı düşmüş ötürməkdir. Dinev komandasında. Rofumda ise Məhəmməd topu çıxardır. Ona qarşı çok da oynayırlar. Tamerlan. Top rəqibdən çıxır. İbrahim'e deyip top çıxır. Dinev komandasından. İbrahim Elmin'den oynuyor. Tamerlan topu ele geçirir. Tamerlan. Arda. Ay 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 ay. Gözəl zərbə idi. Güzel bir hücum izledik.
Üçüncüdən zərbə. Rofumda. Çox əla bir oyunu izləyirik hal-hazırda biz. Hakim isə çox tez-tez oyunu saxlayır. Oyunun tempini aşağı salır həddindən artıq. Ne deyə bilərik? Olanımız budur, deyə bilərik ancaq. Məhəmməd Arda ilə oynayır. Ya bəsdir ya. Bu cür oyun idarə etməzlər. Xanım hakim oyunu bərbad bir vəziyyətə salır. Tez-tez oyunu dayandırır. Bu cür oyun idarə etməzlər. Bu cür oyun idarə edilməz. Top Rofum komandasında ola-ola oyunu dayandırır. Yəni bu cür dəxilsiz bir dayandırmalar yəni niyə edilir? Affa hara baxır? Bu hakimlərə kim öyrədir bu texnikaları, bu cür oyun idarə edilməsini? Tamerlan. Güzel oynuyor burada Tamerlan. Tamerlan güzel ötürməydi. Ama qapı xəttindən təəssüf ki heç kim yox idi Rofumdan. Dinev komandası alttan top oyuna daxil edir. Abbas. Out Dinev'de. İbrahim yine Yusif'le oynuyor. Yusif. Top Yusif'ten çıkıyor. Tamerlan top ayağına oturmadı. Hakimə isə etirazlar həm azarkeşlər tərəfindən, həm məşqçilər tərəfindən davam edir. Elmin. Qapıya doğru zərbə Tuncay. Əla sey Tuncay. Az qala hesab açılacaqdı. Arda Yusif'ten top çıxır. Out Rofum'un. Tamerlan. Tamerlan. Arda. Hakimlerine top değil. Gol! Tamerlan hesabı açır. Rofum 1, Dinev 0. Abbas irəliyə doğru zərbə güclü oldu. Əslində Uğur'a doğru çox şuman ötürmək istəyirdi. İrəli atsın, Uğur çıxsın. Yusif'dən top çıxıb. Hakim onu saxlayıb. Out Rofum.
Abbas. Abbas'tan gözəl ötürmə. Top Ağabalaya çatmadı. Elmin sürətlə irəliləyir. Yusuf Elmin başa düşmədi. Rəqib komandasında anlaşılmazlıq. Out Rofmun. Fatih. Out Rofmundadır. Fatih. Məhəmməd. Məhəmmədə qarşı. Burada çobudluq olmuşdu. Cərmə zərbəsi hakim təyin edir. Yox. Tam əksinə. Ağabala. Bugünkü oyun qədər oyunun saxlandığını biz hiss görməmişik. Yəni ilk dəfədə hər epizodda, hər xırda epizodda oyunu dayandırmaq bu cür oyun idarə edilməz. Məhəmməd Abbas. Abbasdan Ağabalaya gözəl ötürmə. Ağabalar zərbə vurdu. Məhəmməd qapıya doğru növbəti zərbə. Abbas topu ələ keçirir. Uğur. Ay ay Ağabalanın ayağı sürüşdü burada. Məhəmməd əla oynuyor. Fatih. Cərmə burada Məhəmməd Çobud oynadı. Oyunun isə təxminən 16 dəqiqəsi gerdə qalıb. Out. Dinleyevindi. Qapıya doğru zərbə Elmindən. Gözəl zərbə idi. Rəqib komandasından top qapının üstündən keçdi. Hakim yenə topun yerlə atılması istəyir. Və yaxud da əllə qabağa doğru atılması istəyir. Uğurda top çatmadı. Fatih. Güzel oynadı Fatih. Out Rofmun. Yenə də dayandı. Adi oyun epizodu. Rəqibin 99 nömrəli oyuncusu Elmin cərmə zərbəsini vurur. Qapıya doğru. Oy 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 və gol. 1-1. Dinyev komandasının 99 nömrəli oyuncusu Elmin'in ötürməsindən sonra gözəl bir gol izləmiş olduk. Fatih. Məhəmməd. Top Abbas'a değerli. Onu tərkini. Küzdən zərbə. Top kapının üstündən keçir. Abbas. Top uğurdan da keçir. İmkan vermək olmaz zərbə. Hər şey Rofun komandası üçün çox yaxşı bitdi deyə bilərik. Fatih. Fatih'ten Uğur'a. Fatih. Top Fatih'ten geçir. Məhəmməd. Məhəmməd.
İleriye doğru ötürür. Hakim bildirir ki yalnız yer ötürmələrini və yaxud da əllə irəli doğru atılmalı. Həyata keçirsin. Top rəqibdən çıxır. Hakim isə əksinə deyir. Yusif. Yusif gözəl hərəkətlər. Dinyev komandasından uğur. Təhlükənin bölmənin qarşısını alır. Küncdən zərbə. Oyun isə əsas vaxtı artıq demək olar ki, bitmək üzrədir. Yəqin ki, hakim bu dəqiqələrdə oyunu saxlayacaq. İlk hissə başa çatır. Rofun 1, Dinyev 1. Ümid edirik ki, ikinci hissədə də bizi çox maraqlı bir oyun gözləyəcək.